Salam, gəlin biz conjunction-dan ən çox qarışdırılan bir qayda var, ona baxaq. Əslində çox sadədir. Deməli, in spite of və despite. Burada birinci nüans nədir, onu deyim. In spite of və despite-də, baxın, burada da qeyd eləmişəm, despite-dan sonra of gəlməz. Getdi. Eləcə despite şəklində işlənir. Amma in spite-ın ofu var. In spite of, belə yadda saxlayın. Spite-ın sağında və solunda in sözünü var. Amma despite heç bir söz önünü sevmir. Yol getmir söz önündən. Davam edirik. Hər ikisinin mənası nədir? Rəğmən və yaxud da baxmayaraq deməkdir. Rəğmən nədir? Məsəl üçün deyirəm ki, küləyə rəğmən, yağışa rəğmən və yaxud da yağış yağmasına baxmayaraq, külək olmasına baxmayaraq bu kimi tərcümə olunur. Hər ikisi eyni məqsəddən istifadə edirik, yəni ziddiyyət bildiririk. Yəni bu olmasına baxmayaraq biz bunu etdik. Burada ziddiyyət var. Sonra bir-birinin sinonimidir, bir-birinə əvəz eləyə bilərlər. Dedik, tək fərqləri odur ki, despite-dan sonra of olmaz. Bunlardan sonra nə gələ bilər? İsim gələ bilər, əvəzlik gələ bilər və yaxud da feil sonunda ing. Bu feil ing-yə də biz deyirik gerund. Gəlin nümunələrimizə burada baxaq. Despite the wind, we went out. Küləyə deyir, rəğmən biz çölə çıxdıq və ya da küləyə baxmayaraq çölə çıxdıq. Baxın, the wind burada isimli gəldi. Burada despite-in yerinə baxın, ikinci nümunədə nə verib? In spite of the wind, we went out. Küləyə baxmayaraq biz çölə çıxdıq. Yəni, hər ikisi eyni mənanı verir. Bunların heç bir fərqi yoxdur. İndi gəlin ing ilə işlənməsinə baxaq. He passed the exam despite studying little. O deyir, az oxumasına baxmayaraq imtahandan keçdi. Nəyə baxırıq burada? İndi deyin görək, burada studyingin funksiyası nədir? Gerunddur. Niyə? Çünki biz burada dedik ki, despite özündən sonra ing şəkilçisi alır feildə və bunun adına gerund deyirik. Eyni qayda in spite üçün də keçərlidir. Biz burada məsəl üçün despite-in yerinə in spite of qoysaq, eyni mənanı verir. Amma also bunlardan fərqlənir. Çünki also özündən sonra mübtəda, sonra xəbər istəyir. Amma yenə də baxmayaraq ki, mənasını verir. Baxın, although she was ill, she still went to school. Deyir, baxmayaraq ki, o xəstədir, o hələ də məktəbə gedir. Baxın, she bizim mübtədamız. Despite being ill, he still went to school. Deyir, xəstə olmasına rəğmən, o hələ də məktəbə gedir. Baxaq, burada despite-da, amma biz feil ing formasında istifadə elədik onu. Yəni, despite-dan və in spite of-dan sonra mübtədamız gəlməz. Also, he is poor, he is still playful. Yenə baxırıq, mübtəda var. In spite of being poor, feil ing gəldi. Also, he was sick, mübtəda gəlibdir. Despite his sickness, xəstəliyinə baxmayaraq, xəstəliyinə rəğmən. İndi burada nəyə baxırıq? Biz bayaq burada mən sizə demişdim ki, əvəzlik gələ bilər. Baxın, his sickness, his əvəzliyi gəlib, sonra isə isimimiz gəlibdir. Deməli, belə nəticəyə gəlirik ki, in spite və despite, in spite of və despite hər ikisi bir-birindən sinonimdir. Belə deyilə bilin ki, ikiz bacıdırlar, bir-birinin əvəzinə işlənə bilirlər. Özlərindən sonra feili ing ilə istəyirlər. Özlərindən sonra əvəzlik alırlar və yaxud da isim ala bilirlər. Amma mübtəda xəbər ala bilməzlər. Əgər boşluqdan sonra mübtəda xəbər görsək, ziddiyyət bildirən cümlədə mübtəda xəbər görsək, also istifadə edirik. Bu qədər. Məsələn, burada despite və in spite of-un düsturu var ki, isim, əvəzlik, feil ing. Əksi nədir? Məsəl üçün, bunlar varsa əgər cümlədə, o zaman also qoya bilmirik. Bunlar, məsəl üçün, varsa in spite of və despite qoyuruq.